Qadın öz ərinin nüfuzunu bir döyüşçü kimi müdafiə etməlidir. Evdə nə olursa, aralarında nə bir şey olursa, ata-anasına gedib deməli deyil. Düzdür. Bacısına, qardaşına gedib deməli deyil. Ərinin nüfuzunu qorumalıdır. Ərinin nəcib damarına basmalıdır bütün davranışı ilə. Ərini qadın tənqid eləyə-eləyə patkablçnik eləyə bilər. Əzə bilər, alçalda bilər. Kişi eləyə bilməz. Kişini kişi eləmək üçün yeganə bir yol var. Onun nəciblik damarına basacaqsın. Ona etiraz eləyəndə də krala etiraz edirmiş kimi edəcəksən. Çox nəzakətlə. Krala məsələn sən sözü direkt düzünə deyə bilməzsən, elə deyilmi? Başı aşağı salacaqsan, səsin tonuna diqqət edəcəksən və çox nəzakətlə bildirəcəksən ki, zat halləri, bəzi şeylər düz yolunda getmir, izin versəz mən bəzi şeyləri cəsarət eləyib göstərərəm. Bu, min illərlə belə olub. Müdirlə danışmaq yolda budur. Bu mərifətdir. Bu zəiflik deyil. Qadın öz əri ilə kralla danışırmış kimi danışmalıdır. Əgər bir səhv olursa, bunu gözləməlidir. Kişi utanmalıdır ki, arvadım gördü mənim səhvimi. Buna çatacaq. Oyunu çox həssas bir levelə daşımaq lazımdır bu münasibətləri. Qadın çox müdrik olmalıdır.